Sevinç Sarıyeva. Sevinç xanımın da bir neçə açıqlaması olub. Diqqət cəlb edib, amma ən çox bu günlərdə Sevinç Sarıyeva da çox belə gündəmdə oldu. Onun bir tələbəsi vardı, Şabra rayonundan idi, qadın. Dedi, 3 ay bundan əvvəl dırnaq ustası olmuşam. İndi bu işimdən uzaqlaşmışam. Hal-hazırda musiqi təhsili alıram. Müəllim yanına gedirəm. Məlum oldu ki, müəllimi Sevinç Sarıyevadır. Bəli, canlıda oxudu, xaric oxudu. Sevinç xanım çox əsəbləşdi. Canlı efirə zəng vurub deyib ki, yəni mənim adımdan istifadə olunmasın. Təbii ki, insanlar bəzən bir-birinin adından istifadə edəndə baxır kim kimin adından, necə, hansı vəziyyətdə istifadə edir. Təbii ki, peşəkar ifaçı olsaydı Sevinç xanım ürəklə razılaşardı, amma qeyri-peşəkar bir adam özün dırnaq ustası kimi təqdim edir və musiqidədir. Bəli, Sevinç xanım, görək Sevinç Sarıyeva gilə yoldaşının, o deyib ki, bizim də biznesimiz olub, xanəndə xanım deyib və iflas olmuşuq da, yəni biznesimiz iflasa uğrayıb. Onun 100.000 manat ziyana düşdüyü bildirən müğənni sözlərinə belə davam edib. Biznesimiz uğursuz oldu. Həyat yoldaşımın biznesi idi. Ona dəstək oldum. Rəhmətli Zöhrə Abdullayev elə oturmuşdu, dedi ki, bunun bir biznesi var. Yəni Zöhrə Abdullayevanın yəqin olub da rəhmətliyin. Onun evinin yanında çörək pişirmə sexi, sonra bir neçə mağaza və gözəllik salonumuz oldu. Ürəyi yumuşaq adamdır. Biz nəsə gərək qəddar olasan. Deyirdim ki, pulumuz var, gedək ev alaq. Yoldaşına deyib, o isə istəmirdi. Deyirdim, böyük evdən sürdüyüm maşından gəlir, gəlməyəcək. 100.000 ziyana düşdük, gərək azdan başlayasam. Bu da gedib bahalı malları alıb tökdü, sonra batdı. Sevinç Sarıyeva deyib. Sevinç Sarıyeva.